İkincisi, müsəlmanlara xeyir arzulamaq. Müsəlmanlara xeyir arzulamaq. Yəni, bu da olduqca gözəl bir mənadır. Əgər sən hər hansı bir xeyrə müvəffəq oldunsa, sən onu qardaşın üçün arzula. O xeyri qardaşın üçün arzula. Yəni, burada hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yəni insanın imanı kamil olmaz, özü üçün sevdiyin qardaşı üçün sevmədikcə. Və bunu da alimlər iki yerə bölünür. Var dini məsələlər, var dünyavi məsələlər. Amma dini məsələləri qardaşı üçün sevməsi fərzdir. Amma dünyavi məsələləri isə qardaşın sevməsi fərz deyil, yəni müstəhəbdir, yaxşıdır. Məsələn, sən hər hansı bir dünya nemətə müvəffəq olmuşsansa, yəni qardaşın üçün onu istəməyin fərz deyil, yəni yaxşı bir şeydir. Amma sən namaz qılırsansa, qardaşını namaz qılanlardan olmasını istəməyin sənə fərzdir. Və yaxud da elm öyrənirsən və istəyirsən ki, hamı elm öyrənənlərdən olsun. Və yaxud da digər hər hansı bir xeyir və arzuluyursan ki, o xeyrə hamı çatsın. Deməli, sən bu xeyri qardaşların üçün arzuladığın zaman artıq həsədin qarşısını kəsmiş olursan. Çünki həsədin müalicələrindən biri də odur ki, necə ki, alimlər buyurur, yəni insanın qardaşları üçün xeyir arzulamasıdır. Deməli, sən başqaları üçün xeyir arzulursansa, artıq qəlbində olan həsədi itirmiş sayılırsan. Ona görə insanın qəlbi nəfsində bu mənanı canlandırması olduqca mühümdür. Yəni, hər dəfə sən hər hansı bir xeyri əldə etdinsə, bildinsə, qardaşlarına da bunu öyrət, bunu göstər və bu yəni, məsələyə onları həvəsləndir. Altıncı, yəni qəlbin təmizlənməsinə yardım edən səbəblərdən altıncı, orucları çoxaltmaq və xüsusən də aydan 3 gün orucu. Ağ günlərin orucunu yəni davamlı şəkildə çoxaltmaq deyildiyi zaman ağ günlərin orucunu tutmaqdır. Və bu barədə açıq aydın hədis vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim hər aydan 3 gün oruç tutarsa, yəni bu tudhibu və haras sadri, bu köksün, qəlbin kin küdurətini aradan qaldırır. Hər aydan 3 gün oruç tutmaq o qəlbdəki pasları, kin küdurəti, həsədi və xəstəlikləri itirir. Yəni, kin-küdurət, ikrah hissi və digər qəlbə bulaşan xəstəliklərin aradan qalxmasına səbəb olur. Və kim də qəlbinin təmizlənməsini istəyirsə, gərək bu ağ günlərin orucunu qoruyanlardan olsun. 7-ci, qəlbin təmizlənməsinə yardım edən səbəblərdən 7-ci, sədəqəni çoxaltmaq. Həqiqətən sədəqə xeyir qapılardandır, əzəmətli qapılardan biridir və eyni zamanda da insanın qəlbini təmizləyir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, dəvu mardakum bis sadaqa, siz xəstələrinizi sədəqə ilə müalicə edin. Deməli, sədəqənin əsası nədir? Əsası nəfsin təmizlənməsidir. Əgər insan çoxlu sədəqə verərsə, onun nəfsinin, köksünün, qəlbinin təmizlənməsinə səbəb olur. Və həmçinin səbəblərdən 9-cu, 8-ci, hansı ki, qəlbin təmizlənməsinə yardım edir. Salamı yaymaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizə elə bir şey göstərim ki, onu etdiyiniz zaman bir-birinizi sevəcəksiniz. Əfşü sələmə beynəkum, salamı öz aranızda yayın. Deməli, insan salamı tanıdığına və tanımadığında verməlidir. Necə ki, hədislərdə gəlir, qiyamətin əlamətlərindən olacaqdır ki, xüsusi salamlar, yəni insanın yalnız tanıdığı kimsələrə salam verməsidir. Ona görə insan qəlbinin təmizlənməsini, paklanmasını istəyirsə, çox salam verməlidir. Çünki salam verən insan elə bir ki, özü tərəfindən başqalarını əmin etmiş olur. Yəni, mənim tərəfimdən sizə salamatçılıq var, sizə heç bir zərər toxunmayacaqdır. Və həmçinin səbəblərdən 9-cu, qəlbin təmizlənməsinə yardım edən səbəblərdən 9-cu, gülümsəməkdir, gülər üzlü olmaqdır. Yəni, gülər üzlü olmaq, gülümsəmək özlüyündə bir sədəqədir. Yəni, pulsuz sədəqələrdən sayılır. Hətta bəzi insanlar bu sədəqəyə də xəstlik edirlər. Yəni, pul aydındır ki, ağır gəlir. Amma bu isə o qədər də ağır deyil ki. Gülümsəmək nədir? Gülümsəmək sadəcə insanın üst dodağını yuxarı, alt dodağını biraz aşağı salmaqdan ibarətdir. Buna gülümsəmək deyilir. İnsanlar var ki, buna da xəstlik edirlər. Ona görə insanın gülümsəməsi, gülər üzlü olması qəlbin təmizlənməsinə aparan səbəblərdən biridir və qəlbdəki o kin-küdurəti aparır, ikrah hissini aparır. Peyğəmbər sallallahu aleyhi və səlləm daima təbəssümlü görürsənərdi və həmçinin təbəssümlü olmağa çağırardı, çünki onun gözəl təsirinə görə. Və həmçinin səbəblərdən 10-cu duadır. Yəni, insan istəyirsə,
qəlbin təmizlənməsi istəyirsə, bunu əlində olandan, Allah Teala'dan istəməlidir ki, Allah Teala onun köksünün salamat olmasına müvəffəq etsin. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bundan da öncə götürüldü ki, əzəmətli dualarından biri də odur ki, və əsəluka qalbən səlimə, yəni səndən salamat qəlb istəyirəm. Yəni dua olduqca mühümdür. Yəni ən əsas səbəblərdən biri insanın Rəbbindən salamat qəlb istəməsidir. Və həmçinin səbəblərdən 11-ci insanın qəlbinin təmizlənməsinə, salamat olmasına aparan səbəblərdən 11-ci Quran oxumaqdır. Və bu da olduqca mühüm məsələlərdəndir. Quran oxumaq, Quranı çoxlu oxumaq və Allah Teala buyurur ki: "Və nunəzzilu minəl Qur'ani ma huve şifaun və rahmə." Yəni biz Quranı şəfa və rəhmət olaraq nazil edir. Yəni Quran şəfadır. Və İbn Qayyim rahimehullah buyurur ki, Quran hər bir şeyə şəfadır. Həm qəlblərə şəfadır, həm bədənlərə, ruhlara, hər birisinə yəni şəfadır və xüsusən də qəlblərə şəfadır. Başqa ayədə buyurur: "Və şifaun lima fis-sudur." Yəni Quran sinələrdə olana şəfadır. Sinələrdə olana şəfadır. Ona görə insan qəlbinin şəfa tapmasını istəyirsə, qəlbdəki xəstəliklərindən xilas olmaq istəyirsə, yəni Quranın tilavətini çoxaltmalı və bilməlidir ki, qəlbin salamatçılığı üçün ən böyük yardımcı sayılır. Və həmçinin səbəblərdən 12-ci, qəlbin təmizlənməsinə yardım edən səbəblərdən 12-ci, insanın özü ilə arasında mübahisə olan və yaxud hər hansı bir problem, küsülük yaranan kimsəyə onun eşitmədiyi bir yerdən, yəni gizlində onun üçün yəni dua etməsidir. Hansı ki, artıq aralarında düşmənçilik hasil olub, problemlər var. Yəni insanın o düşməni üçün, yəni zahirdə düşməndir və onun üçün xeyirli dualar etməsi. Vallahi bu ən böyük səbəblərdən biridir. Ona görə sən çalış tək olanda, səcdələrdə, duaların qəbul olunan vaxtında, yəni onun üçün dua et və görəcəksən ki, artıq sənin qəlbində ona qarşı ikrah hissi qalmayıb. Ən böyük səbəblərdən biridir ki, onun üçün dua etməyin. Və 13-cü, bu da sonuncu səbəbdir. Yəni insanın bu bəlalardan soğuşması üçün nəfsinə qarşı vuruşmasıdır. Sözsüz ki, yəni insanın bu səbəblərdən tutması və çalışması ona öz təsirini edir. Çalışmaqla insan bunu əldə edir. Və Allah Teala buyurur ki: "Vəllezine cahadu fina lenehdiyennahum subulana." O kəslər ki, bizim yolumuzda çalışarlar, biz onları öz yolumuza yönəldərik. Yəni mütləq çalışmaq, səy göstərmək, yəni bunlar ilk anda hasil olmur. Yəni səy göstərməklə, çalışmaqla ağır gəlir bəzən, amma davamiyyətli olmasıyla nə qədər ki Ramazan ayına artıq müəyyən günlər var, yarım aydan çox var. İnşallah bunu əldə etmək üçün fürsət var. Yəni qarşıda fürsət var və buna görə insan hazırlığını görməli, bu səbəblərdən tutmalıdır ki, artıq Ramazan ayına hazır qəlblə daxil olsun. Görsən, insanı əməliyyata aparanda, cərrahi əməliyyata aparanda birbaşa əməliyyata aparmırlar. Yəni onu hazırlayırlar. Hazır olmalıdır ki, əməliyyat olunsun. Hazır olmasa, əməliyyat olunmur. Və həmçinin insan Ramazan ayına girməzdən əvvəl, yəni o qəlbi hazırlıq olmalıdır ki, Ramazanın xeyrindən, bərəkətindən, oradakı bəxşişlərdən, nimətlərdən əldə etsin. Yəni sən Ramazana daxil olduğun zaman ağır şəkildə və qəlbin dünya ilə və günahlarla, asiliklərlə dolu olduğu halda daxil olma. Vallahi belə olsa, bil ki, Ramazanın o xeyirlərini əldə etməyəcəksən, yəni o xuşunu əldə etməyəcəksən, oradakı ləzzəti hiss etməyəcəksən, rahatlığı hiss etməyəcək. Əgər sənin qəlbin bu haldadırsa, yəni qəlbində kin-kudurət varsa, qəlbində o itlər, necə ki, bəzi alimlər bunu, yəni itlər adlandırır, yəni belə bir halda daxil olsan, bil ki, yəni o xeyirlərə nail olmayacaqsan və nə qədər ki, fürsət var, hər birimiz bunun üçün çalışmalıyıq.